Bismillah. Böyük dönüş. İyunda kimler tarix yazacaq? İyunda ən böyük yüksəliş şansı olan bürclər Qoç. İyun Qoç üçün sürət və cəsarət ayıdır. Uzun müddət gözlədiyim bir iş və ya qərar nəhayət hərəkətə keçəcək. Risk etsən qazanc böyük ola bilər. Amma emosional qərarlardan uzaq durmaq vacibdir. Şir, səhnə sənindir. Liderlik tanınmaq və diqqət çəkmək baxımından çox güclü aydır. Xüsusilə iş və sosial mühitdə böyük sıçrayış edə bilərsən, amma təkəbbür səni geri sala bilər. Oğlaq, səssiz amma dərin dönüş. İyun sənin üçün zəhmətin bəhrəsini toplamaq vaxtıdır. Pul, karyera və statusda ciddi irəliləyiş mümkündür. Bu birdən-birə deyil, amma çox möhkəm uğurdur. Taleyin sərt sınağından keçəcək bürclər, xərçəng, daxili qarışıqlıq və qərarsızlıq arta bilər, amma bu səni zəiflətmək yox, dəyişmək üçündür. Doğru qərar versən həyatın istiqaməti dəyişə bilər. Tərəzi, seçim qarşısında qalacaqsan, xüsusilə münasibətlərdə. Hər kəsi razı salmaq istəyi bu dəfə işləməyəcək. Sürpriz şəkildə yüksələ biləcək bürclər, əkizlər, yeni tanışlıqlar, ideyalar və şanslı təsadüflər həyatını dəyişə bilər. İyun sənin üçün qapıların açıldığı aydır. Əqrəb, gizli imkanlar ortaya çıxacaq. Səbr etsən çox güclü dönüş edə bilərsən, xüsusilə maliyyə və şəxsi güc baxımından. Nəticə, iyunda tarix yazmaq potensialı ən çox Qoç, Şir və Oğlaq bürclərindədir. Amma əsas fərq bundadır. Fürsət gəlir, amma onu istifadə edən qalib olur.